Burada artıq son sözü erməni xalqı deyəcək. Erməni xalqı tarixdən nəticə və dərs çıxarmalıdır. Əgər bir 30-40 il geri düşmək istəmirlərsə, indiki ərazidə öz suveren dövlətlərini qoruyub saxlamaq, inkişaf elətdirmək istəyirlərsə, Rusiyanın qoltuğun altından çıxmalı, avanturasına getməməli, seçimlərini düzgün etməlidirlər. 1993-cü ildə Ulu Öndərimiz gəldi və Azərbaycanı xilas elədi. Mən bir daha o fikrə qayıdıram ki, Qafqaz isə Ulu Öndərin siyasi varisi İlham Əliyev xilas edir. Və xilas edəcək də. Ermənistanda iyunun 7-sində Paşinyan seçiləndən sonra heç bir revanşist qüvvə Rusiyanın təriki ilə orada artıq əski hərəkət edə bilməyəcək. Çünki Prezident İlham Əliyevin, Azərbaycanın müzəffər Ali Baş Komandanın aydın mesajı var. Əgər bu baş verərsə, biz Zəngəzura ordu yeridəcəyik. Biz əzəli Azərbaycan torpaqlarını güc yolu ilə geri qaytaracağıq. Açsın erməni xalqı qulaqlarını diqqətlə qulaq asın. Gəlmişkən, necə ki BMT-nin qətnamələrini heç kim icra eləmədi, biz özümüz eləməli olduq. İndi də onların özlərinin dediyi Trump layihəsini, yaxud da Rusiya ilə razılaşdığı layihəni, Zəngəzur dəhlizini biz öz gücümüzlə eləmək zorunda qala bilərik. Yəni revanşistlər hakimiyyətə gəlsə, onsuz da bu, yəni o dəhliz üçün bizim kifayət qədər həm artıq hüquqi, müəyyən qədər hüquqi bazada var, ancaq kifayət qədər ona istək var, ona tələbat var və onun tərəfdarları var. Yəni bu günləri Çindən tutmuş, Türkiyədən keçən Avropaya gedən marşrutun üstündə olan bütün tərəfdarları, bütün o marşrutdan istifadə edə bilənlər hamısı bizim tərəfimizdədir. Yəni o revanşistlər hakimiyyətə gəlsə o marşrutu biz onlardan soruşmamış aşmaq zorunda qalacağıq. Mütləq. Bir də ki, heç kim beynəlxalq hüquqdan falan danışmasın. Beynəlxalq hüquq deyilən bir şey yoxdur. Bu Azərbaycan prezidenti dəfələrlə deyib, bu dünyanın başqa liderləri də açıq etiraf edirlər ki, dünyada ədalət yoxdur, beynəlxalq hüquq tamamilə sıfırlanıb, indi güc amilidir. Azərbaycan güclüdür, qüdrətlidir, heç kim bizim qarşımıza çıxa bilməz, heç bir qüvvə bizə mane ola bilməz. Ora əzəli Azərbaycan torpaqlarıdır, bizim əsaslarımız da var. 1918-ci ildə biz İrəvanı ona görə güzəştə getmişdik ki, Qərbi Azərbaycanda yaşayan türklərə toxunulmayacaq. Onlar soyqırıma məruz qalmayacaq, onlar öz yurt yuvasından didərgin salınmayacaq. Müqavilədə bir öz əksini tapır. Biz İrəvana güzəştə getmişdik. Bəli, İrəvana hətta biz ona görə güzəştə getmişdik ki, o ərazidə yaşayan türklərə toxunulmayacaq və müqavilənin şərtləri də belə idi ki, əgər tərəflərdən biri öz öhdəliyini yerinə yetirməzsə, bir tərəfli qaydada müqavilə pozula bilər. Gəlin baxaq görək, indiki Ermənistan arasında, Qərbi Azərbaycanda bir nəfər belə türk varmı? Yox. Deməli, erməni tərəfi öz öhdəliyini yerinə yetirməyib. Biz müqaviləni bir tərəfli qaydada poza bilərik və biz İrəvanı da geri qaytara bilərik. Ora bizim dədə-baba torpaqlarımızdır. Zəngəzurla bağlı ümumiyyətlə belə bir problem yoxdur. Biz istədiyimiz vaxt indiki o Trump rifah və sülh marşrutu dediyimiz Zəngəzur dəhlizini güc yolu ilə aça öz nəzarətimizə götürə bilərik. Ona görə də mən bilirəm ki, diqqətlə Ermənistanda bizi izləyirlər, baxırlar. Azərbaycan xalqının fikri budur. Azərbaycan ictimaiyyətinin mövqeyi budur. Əgər ehtiyac yaranarsa, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti öz hakimiyyətindən ayağa qalxıb tələb edəcək ki, ordu yerit, mənim əzəli və əbədi torpaqlarımı mənə geri qaytar.